Herkese salam aleyküm dostlar. Bu gün sizinlə bir yerdə futbol, TikTok editlərinə baxacağıq. 150 milyon edit izləmiş qardaşımla yanıma gətirdim ki, professional olaraq bir fikir bildirsin. Mən də ki az-maz futbol oynayıram, elə oradan buradan belə fikir bildirəcəm. Belə videoların davamı üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Bu videolar çox çətinliklə çəkirik. Bunda nəzərə alsaq yaxşı olar. Keçək videomuza. Nəysə, keçək. Keçək ilk editimizə. Neymar editi gəldi. Onu mən Neymarı çox sevdiyinizi bilirəm. Bəli. Başlayaq. Nə düşünürsən Onur müəllim? Keçişləri ilə bəzi bir qəşəng olubdu. Ona görə məncə bəzi mənim düşüncəm indi bəzi. Bu videonu deyəsən oğurlayıb qoyublar bura. 38 bəyən gələ bilməz də bu videoya. Hə? Məncə də gələ bilməz. 38 bəyən gəlməz. Keçək ikinci videomuza görək. Nəysə. Bu arada başlasaydım. Çox sürətlidir. Bunun sürətli vaxtları dəhşət idi də bu adamlar. Şükür elə ki, bəzi bax o vaxtlara düşməmisən də. İndi deyək ki, məsələn, professional. Qabağa düşsən, Esə sürüyor də da o adamlar. öldü də dəfəs. Çox cəhddir, dəhşət çox cəhddir. Yəni mən bu Reels'a bəzi, yəni Reels'a yox nə idi, TikTok videosuna, Onda neçə verirsən? onda Məncə 7 verirəm. Onda 8 verirəm çünki çox yaxşı. Mən onda bəzi onda 7.5 verirəm. Hə, keçək üçüncü videomuza. Üçüncü videoya. TikTok videomuza. Mən bütün gözlərim doldu Ronaldo gələndə. Mən bütün Ronaldo editlərinə 10-da 10 vermək istəyirəm. Fərqi yoxdur. Burada Yaxşıdır, biraz- pisdir. Mən Ronaldo fanatı olaraq 10 verirəm. Mən burada dürüst olaraq bəlkə çox narazı olar bilmirəm artıq. Mən onda 8.5 vermişəm. Sən bir dənə bu üzün cizgilərinə bax görürsən. Gör nəyə fikir veriblər. Məncə Luboy Ronaldo videosu gəlsə, yenə 10 verəcəm. Nəysə 8.5. Bu arada bəs buradakı kommenti görürsən 2030. Burada prosta bizə görsənmir o. Hə, doğrudan. Buna bəzi, yəni mən bu dürüst olun bəzi, yaxşıdır. Ona pis sözüm yoxdur bəzi. Bellingham Belə. Olur. Real Madriddə gizli tutanda oynayır, amma İngiltərə millisində səviyyə oynayır da qardaş. Məni çox rəsd eləyir. Edit baxımından da mən onda 5. 5 nəmirəm yalandan. Burada sadəcə bəzi Gediş gəlişlər var. eyni Başqa videolarda işlər. mən də ona görə bəzi onda 5 deyərəm, ortalama. Bu şəkildə. Bizim karşımıza ancak diyorsan Ronaldo, Messi, Neymar, Bellingham o araya ben onda 6 veren bu çünkü hamının yetkileceği bir şey. İade bir şey yok. Qeyri-adi bir şey yoxdur. Həqiqətən. Mbappe, Mahnı indiki Canavardır. İndiki dövrün mahnısıdır, ona bilən sözüm yoxdur. Prosta bu editlər, yəni bir vaxtlar, yəni 2023-2024 dövrü kimidir. Mbappe canavardır. Mən buna demirəm ki, bəlkə Mbappe pis. Mbappe canavardır. Mən də ona görə demək. Video bu nə var? Argentinanın tək başına oynayan adamdır bu adam. Həqiqət. Aslandır, aslan. Prosta sadəcə bir dənə bunun problemi deyim nədir? Əsas Yetim tək. həqiqətən komandalarda bəzi oynaya bilmir. Amma Fransa millisinə millidə gələndə bir bravo. dənə əsasən Dünya Kubokundadır. Dünya Kubokunda bir dənə Tək diktator. Bombardirdir. Diktator. Bir vaxtlar Spa deyildir değil mi ona? Sən Mbappe'yə nə istəyirsən, hə? Kylian Diktator. Diktatör olan yok. Sonra Bu ar-
Bu bildiğin davat bu editdir. Yəni deyim nədir? Elə bil sən bu futbola yox deyim nədir? UFC Evet, görmüsən. UFC'dir bu. Davadır. Burada Yəni, bir dənə kukurela yazım gəldi. O çıxıb o danışdı ki, bəs oğluma görə saçımı uzadıram zət. Amma ben yazdım yəni. Qalan hamısını bursunun açısına heç bir fərqi yoxdur. Sadəcə bir Bizə dənə futbol edit lazım. bizə daha deyim nədir? Bu indi bəs bu editə mən bəs bunu hamı eləyə bilən editdir. Mən şəxsən deyim nədir? Mən 2 verirəm. Çox vecimə almıram yəni. Short futbolun- videoları çox görmüşəm Bu də. futbolun P hərfi də deyil. Keçək o biri videomuzdan. Nə fikirləşsən bu video haqqında? Mən şəxsən deyim nədir? Çox bəyəndim. O 9 verəcəm mən. Keçək o biri videomuza. Bəli. Bir müdafiəçi olaraq, Ha. yəni bu qurtarışlar eləyəndən sonra adamı bir dənə ləzzət eləyir. Bir dənə ləzzət eləyir. Öf. Əsasən Delight'ın bax indi hal-hazırda. Adamın ayağı Elə gedərək bil qırar. öldü orada. Öldü orada. Bu işə bilsən nədir? Xabi Alonso'nun nəfəsi getdi. Bu qırmızıdır. Hələ bir 3 ildə iş düşür o girişməyə. Buna ortalama vermək istəyirəm biraz. Yəni ümumiyyətlə yaxşıdır. Sadəcə deyim nədir? Bu editlər məsəl üçün zom atmalar zət beləsi. Bunu hamı eləyə biləcək bir şeydir. Ona görə Mən 6 verirəm mən. Messi'dən yox, amma Argentinadan zəhləmbiyə deyir. Ona görə İspaniya editinə 10 verirəm. 10 verirəm. Görürsüz. Hə 6. 11 alsa 11 də verirəm. 11 yoxdur da. Çünki 11 Argentinadan zəhləmbiyə. ins- Messi'dən yox, Argentinadan. Çünki çox mındar futbol oynayırlar. İndiki dövrün bəzi mındar futboludur bu. Yoxsa 2022 bildim bəzi maşallah Yəni yaxşı. mındarlığını aldı da. 22 də mi mındardır ki? Ha. Yəni, Keçək o biri videomuza. Nəysə. İkisinin İndi arasında belə fərq deyək, var. Onur. Bax. Hə. Lamine Yamal Dünya Kubokunda demək olar ki, işlənəmədi, amma Mbappe əziyyət çəkəcək. İkisi də 19 yaşında alıb. Amma burası aradakı fərqə baxın da. İndi məsəl üçün Yəni- 2026-da o dövrün beləsi futbolçuları indi məsəl üçün indiki dövr futbolu pressing kimi bir şeydir, hə? Yox, yəni aralarına dağlar qədər fərq var. 19 yaşında Mbappe nə elədi? Lamine Yamal demək olar ancaq Hə, həqiqətən çəkilən bəzi çək. vur. Robben də elədi. Çəkir. Amma Mbappe həqiqətən bax burada mən buna qiyasla demək mənasında demək istəyirəm ki, Mbappe yaxşıdır və mən bunu editim 7-dir. Mbappe Dünya Kubokunda 13 gol asist elədi. Yamal da Yəni, 1 gol asist. Gol və assist versiyası Hə, olaraq ikisi bir birləşmə. yerdə, 13 hə. amma Yamal üzrlü sayın Messi nə idi? 1. Çox kalitəlidir video. Video çox kalitəlidir. Adı ilə lağ edilən Ferran Torresin Hə. qiyməti 1-ə 5 artdı. Həqiqətən burada beləsi normalda əsl həyatı məsələn komanda olaraq beləsi ümumiyyətlə belə baxılır Ferran Torres ancaq epizodlar qaçırırdı. Bu Dünya Kubokundan sonra məncə birazcık karyerası yaxşılaşa bilər deyə düşünürəm. Ona görə həm də bu editə beləsi yəni biraz çox xoşuma gəlir. Məsələn yazılar nə bilim beləsi. Ortalama baxdığımız editlərə neçə xal verirsən? Ortalama baxdığımız editlər məsəl üçün beləsi bu zomatlılar var ya. Ona Yox, ortalama hamısına baxdıq, ortalama bir fikirdən. 7.5. Nəysə dostlar, bu videomuzda bu qədər. Videomu bəyənib kanala abunə olmağı unutmayın. Belə videoların davamı üçün bizə dəstək olmağı yaddan çıxartmayın. İnşallah ki bəyəndiniz. Öpürəm. Sağ olun, salamat qalın. Danke. Tschüss.